Tenderyard platformasında satış sorusu yaratmaq üçün təlimat videosu. Əvvəlcə yuxarı sağ küncdə olan Yarat düyməsinə klik edirik. Satmaq istəyirəm bölməsinə daxil olub, özün yarat bölməsini seçirik. Daha sonra satmaq istədiyimiz məhsulun hansı kateqoriyaya aid olmasını təyin edirik. Məsələn, biz mobil telefon üçün satış sorusu yaradaq. Elektronika bölməsini seçib, daha sonra həmin kateqoriyanın alt kateqoriyasını təyin edirik. Burada isə mobil telefonlar bölməsini seçib davam edirik. Daha sonra məhsulumuz haqqında ətraflı məlumat qeyd edirik. İstəyə uyğun olaraq məhsula aid açar sözlərdən istifadə etmək mümkündür. Daha sonra isə məhsulumuza aid xüsusiyyətləri qeyd edirik və qeyd etmək istəyirik ki, bu xüsusiyyətlər məcburi xanalardır. Məsələn, biz Apple mobil telefonu üçün xüsusiyyətlər təyin edirik. Daha sonra isə məhsulumuzun satış qiymətini qeyd edirik. İndi isə məhsulumuza aid şəkili yükləyirik. Burada isə biz əlaqə vasitəmizi qeyd edirik. Yəni, müştəri bizimlə hansı vasitə ilə əlaqə saxlasın. Daha sonra isə məhsulumuzun satış nöqtəsini qeyd edirik. Və son olaraq elanı təsdiqlə düyməsinə klik edirik. Və budur, qeydiyyat tamamlandı.